750 sualdan 250'yə qədər izah etmişdim. İndi 250-dən sonranın davam edək. Deməli, baxaq 251 nömrəli suala. Burada əgər f1-x funksiyası verilib və sizdən fx funksiyasını soruşursa, deməli bu zaman biz nə etməliyik? Baxaq. Əgər 1-x-dırsa, 1-x-ə bir dənə t desəm, tutaq ki, onda x bərabər olar 1 bölü t-yə. Bu deməkdir ki, mən verilən misalda x-ların yerinə, yəni 1 bölü x yazmalıyam. 1 bölü t də deyə bilərdim. Onsuz da yenə təzədən siz geri qaytaracaqsınız. Yəni elə yenə də 1 bölü x deyə bilərsiniz. Deməli, əslində sizin fx bərabər olacaq 1 bölü x üstə gələk, kök altında 1 üstə gələk 1 bölü x-in kvadratı. Yəni hər şeyin tərsi. Və bunu da ortaq məxrəcə gətirə bilirsiniz. Ortaq məxrəcə gətirəndə olur x üstə gələk, 1 üstə gələk x-in kvadratı. Belə bir fayda olur. Sonra 252 nömrəli sual. 252 nömrəli sualda baxın, en sonsuzluğa gedəndə məxrəc daha sürətlə böyüyür. Yəni 1 bölü sonsuzluq. Yox, bu o deyil. Burada belə olmalıdır. Baxın, burada 1 bölək n üstü 1 bölü n belə bir şey yaranır və n sonsuzluğa gedəndə məxrəc sonsuzluğa gedəndə bu sıfıra gedir. Ona görə n üstü 0 1 eləyir və 1 bölək 1 bərabərdir 1 qəbul edə bilərsiniz. Amma 253 nömrəli sualda məsələn n sonsuzluğa gedəndə 2 üstü n daha sürətlə böyüyür. Yəni məxrəc sürətə nisbətən daha sürətlə böyüyür deyə 1 bölü sonsuzluq kimi düşünüb limiti 0 qəbul edə bilirsiniz. Eyni zamanda 254-də 2n ilə müqayisədə n faktorial daha sürətlə böyüyür. Yəni o səbəbdən n sonsuzluğa getdikdə məxrəc daha sürətlə böyüyür və 1 bölü sonsuzluğun limiti də 0 qəbul edə bilərik. Sonra məsələn 255 nömrəli sual. Bu tipli sualları biz məsələn məşhur limitlərə gətirə bilərik. Y üstü 1, Y üstü 0, Y üstü 0 1-ə bərabər olur. Y üstü 0 alınır burada, 1-ə bərabər olur. 256-nı deyim. 256-da da yenə məşhur limit ala bilirik. Yəni necə alırıq? X bölünsün, kotangensin yerinə 1 bölü tangens deyə bilirik də, tangens pi x yaranır. Və bu da sizin məşhur limitdir. Yəni A bölək B qalmalıdır da, düzdür. A da sizdə 1-dir də, çünki 1x daxı. Deməli, ona görə də 1 bölək pi qalır cavabda. Məşhur limitlərinizdir bunlar. A böl B. Bundan öncəki videonun əvvəlində mən məşhur limitləri ümumi halda demişdim. Eyni zamanda bu misalı da məşhur limitə gətirə bilirsiniz. Məşhur, görkəmli limitlər, yəni belə adlandırırsınız da. X-i də məxrəcdə 1 bölü x kimi yaza bilirəm. Çünki kəsri böləndə tərsinə çevirib vuracaqsınız. Və gördüyünüz kimi bu yenə də məşhur limitdir. Yəni 1 bölünsün 1 bərabərdir 1 alınır. 1, 1. Yəni əmsalları 1 kimi düşünə bilirik. 258 nömrəli sualı biraz diqqətlə çalışın, anlaya biləsiniz. Bu tipli sualları necə edə bilərsiniz? Bu sualı məşhur limitə gətirmək üçün 2 kəsrdə də yaza bilərəm. Yəni məsələn yaza bilərəm, mənə üstə gəl 3 lazımdırsa, 3 gəldimsə 3-də çıxacam və 1 çıxma da var etsə, deməli çıx 4 olmalıdır. 2x üstə gələk 3, üstündə də x bərabərdir. Alındı 1 çıxılsın 4 bölək və ya üstə gələk mənfi 4-ü qoy, yuxarıda yazım, belə düşünün. 3 üstündə x və bu da məşhur limitinizdir. Y üstündə yaranır mənfi 4 bölünsün 2. Yəni y üstü mənfi 2. Y üstü mənfi 2. Bunu belə izah elədim. Yəni 2 kəsrdə yazmaqla izah elədim. Amma başqa bir sualı, məsələn 259 nömrəli sualı isə biraz fərqli qayda ilə izah edim. Ümumiyyətlə limit fx üstü gx. Bu ayrı funksiyadır, bu ayrı funksiyadır. Yəni bunun qüvvətindədir də. Bu limitlər x sonsuzluğa gedəndə məşhur limit görürsünüz ki, buradan alınmalıdır. Yəni y üstündə nəsə bir ədəd etməlidir. Yəni söhbət o y-ni tapmaqdır ki, y üstündə nə olacaq? Bunu y üstü limit x sonsuzluğa yaxınlaşır. Nə edərlər? Fx-dan 1 çıxarlar və gx-in ifadəsinə vurarlar. Yəni indi bu misalda mən bunu yazıram. Limit bərabərdir y üstündə
limit x yaxınlaşır sonsuzluğa. X yaxınlaşır sonsuzluğa. Bizim fx nədir? Fx burada elə verilmiş misalın özüdür də, düzdür. Yəni mötərizənin içində nə varsa o hamısı mənim üçün fx hesab olunur. X üstə gələk 2 bölək x minus 1. Nə edəcək dedik? Bundan bir dənə 1 çıxırıq. Və qüvvət burada x olduğu üçün qüvvət funksiyasına vururuq dedik və vuraq. Bərabərdir y üstündə yenə limit x sonsuzluğa yaxınlaşanda. Ortaq məxrəc gətirsək, x üstə gələk 2 çıxaq. X plus 1. Məxrəcdə x minus 1 vuraq x. X'lar getdi. 2 plus 1 3 qaldı. Və x-a da vurulanda deməli sürət oldu 3x bölək x minus 1. Yəni bu qaldı. Və bu limitdə x sonsuzluğa gedəndə nəyə bərabər olur? 3-ə. Deməli bizim cavabımız nə oldu? Limiti 3 almışıq da, düzdür. Cavabımız oldu y üstündə 3. Y üstündə 3. Yenə sual varsa, yenə o sualda izah edərəm. Bu hazır məşhur limitdir. Y üstü 4 olacaq. Çünki A-nın qiyməti burada 4-dür. 261-də ardıcıllığa fikir versəniz, tək olan hədlər, birinci, üçüncü hədlər n 1 olanda, 3 olanda, 5 olanda, n-in bu hədlərinə uyğun bu ardıcıllığın həddi mənfi 2-yə bərabərdir. N cüt olanda isə 2, 4, 6 və s. hədd müsbət 2-yə bərabərdir. Onda deməli mən bunu bu mənfilərlə yoxlaya bilərəm. Məsələn, n-ə 1 verəndə burada mənfi 1-in kvadratı 1 eləyir, 2 oldu. Amma mənə lazım idi ki, n1 olanda mənfi 2 olsun. Onda bu düzgün cavab deyil. Digərində yoxlasam, n1 olsa mənfi 1 üstü 1 mənfi 1 eləyir, mənfi 2 alınır. Deməli, budur cavab. Yəni, bu cavabı yerinə qoymaqla da ala bilərsiniz, bir yoxlaya bilərsiniz. Hədlərinizi sadəcə olaraq düzgün götürün. 260 gün nömrəli sualda yenə fikir versəz, yəni cavablarla uyğunlaşdıra bilərəm. 3n deyil, n 1-ə bərabər olanda həddim 1 olmalıdır. Bu deyil. N 1-ə bərabər olanda burada 1 alınır, amma n 2-yə bərabər olanda 8 çıxaq 3, 5 eləyir, 4 olmalıydı. Bu da deyil. N 1 olanda 4-də 1, bu da deyil. Sonra o birisinə baxın, 1 çıxaq 3n çıx 2, n 1 olanda 3 çıx 2, 1-də 1 alınır. N 2 olanda 6 çıx 2, 4 eləyir. N 3 olanda 9 çıx 2, 7 eləyir. Sonra 4 olanda 12 çıx 2, 10 eləyir. Və bunların hamısı uyğun gəlir. Görürsünüz, burada hər bir şey uyğun gəlir. 0, 1, 0, 1 ardıcıllığın ümumi həddini tapaq. Deməli, n tək ədəd olanda 1, 3, 5 olanda həddimiz 0-dır. N cüt ədəd olanda 2, 4, 6 və s. olanda həddimiz 1-dir. N-ə 1 versəm, mənfi 1 plus 2, 1 eləyir. Bu deyil. N-ə 1 versəm, mənfi 1 plus 1, 0 bölü 2, 0 eləyir. N-ə 2 versək, mənfi 1 üstü 2, 1 eləyir. 1 plus 1, 2 olar. 2 bölü 2, 1 eləyir. Bu uyğun gəlir. Bu uyğun gəlir. Digərlərində həmçinin yoxlaya bilərəm. N-ə 1 verərəm, N-ə 2 verərəm və yoxlayaram, görərəm ki, öbürsülər uyğun gəlmir. Ya bu test olduğuna görə bunu cavablarla yoxlaya bilərsiniz. Sağ-sol limitlərdən baxaq. Burada deyir sol limit. Sol limit nə deməkdir? Sol limit odur ki, biz yazırıq x yaxınlaşır a çıxma. Çıx sıfırda görə bilərsiniz. Yəni, soldan yaxınlaşır. Bu nə deməkdir? Bu deməkdir ki, biz x-a a-dan kiçik ədədlər verməliyik. Bax, bu x-a a-dan kiçik. Məsələn, tutaq ki, 0 verirəm. A-nı qəbul edirəm ki, A tutaq ki, bir müsbət bir ədəddir. Ya A-dan kiçik ədəd verim, məsələn, A bölü 2 verim. Y üstü A bölü 2 çıx A. A-dan kiçik ədəd oldu da, düzdür. Baxın, A-dan kiçik ədədlər verdikcə görürsünüz, burada məxrəcdə mənfi ədədlər alırsınız. Mənfi ədədlər. Deməli, Y üstündə 1 böl mənfi ədədlər yaranır və bunu müsbətə çevirmək olar da, düzdürmü? Yəni, nə demək istəyirəm? Qoy bunu yaxşı izah edeyim ki, bunu tam yaxşı da başa düşə biləsiniz ki, sonra bir suallarda səhvlik olmasın. Təkrar edirəm, baxın, əgər sol limit soruşulursa, deməli, x-a a-dan kiçik ədədlər vermək lazımdır və bu zaman y üstündə 1 bölək
mənfi ədədlər yaranır. Məsələn, mənfi tutaq ki 5 yaranır. İndi x-in qiymətindən asılı olaraq mən bunu təbii ki ala bilərəm. Və y üstü mənfi 5-də 1-i mən 1 bölünsün y üstü müsbət 5-də 1 yaza bilirəm. Düzdürmü? Eyni qayda ilə mənfi 5 yoxlab, mənfi 7 olsun, mənfi 9 olsun, mənfi 1000 olsun, fərqi yoxdur. Hansı mənfi ədədlər varsa, siz onu kəsirin məxrəcinə salmaqla y-nin qüvvətini müsbət yaza bilirsiniz. Və bu da o deməkdir ki, y-nin qüvvətləri müsbət olduqca bu limit 1 böl sonsuzluğa yaxınlaşır. Və 1 böl sonsuzluğun da limiti nədir? Bilirsiniz ki, 0-dır. Yəni, deməli, burada sol limit 0 olur. 265, 266-da, baxın, bunlar eyni funksiyanın birində sağ, birində sol limiti soruşulur. X-a nə verməliyik? 3 verməliyik. Biz bu ifadədə buradakı x-ların yerinə 3-ü çox rahatlıqla qoya bilirik. Amma bizə məhdudiyyət yaradan məhz bu 2-nin qüvvətləridir. Əgər sağ limitdirsə, deməli, nə edirəm? Burada biz 3-dən böyük qiymətlər veririk və məxrəcdə 2 bölünsün, 2 üstü 3-dən böyük qiymətlər verəndə 2 üstü müsbət ədədlər yaranır, düzdürmü? Müsbət ədədlər, müsbət 5, müsbət 7, nə bilim, müsbət 1000 fərqi yoxdur. X-in verəcəyim qiymətlərdən asılı olaraq. Və 2 üstü müsbət ədədlər bu 1 bölək sonsuzluq yaradır və 1 böl sonsuzluğun da limiti nədir? 0-dır. Amma gəlin 266-ya baxaq. 260-da isə sol limit soruşduğuna görə sol limit soruşur. Və burada nə yaranır? Burada bundan öncəki 264 nömrəli suala bənzər olaraq 2 üstündə 1 bölək x minus 3 ədədlərində x-a mən 3-dən kiçik qiymətlər verdikcə 2 üstü mənfi qüvvətlər yaranır. Düzdür? 2 üstü mənfi qüvvətlər. Və mən onu da yenə kəsir məxrəcinə salmaqla müsbət əldə edə bilirəm də. Yəni, burada yaranır bir növ, biraz bunu sürüşdürüm. Burada yaranır 1 bölək x üstə gələk 1 böl 2 üstündə yenə deyirəm müsbət ədədlər, məsələn müsbət 5, müsbət 7, müsbət 9 və s. bu qayda ilə. Və 1 böl sonsuzluqda bu 1 böl sonsuzluğun da limiti nəyə gedir? 0-a gedir. Ona görə burada yalnız 1 böl x ifadəsi qalır və x-a da 3 qiyməti verə bilirsiniz. Ona görə də bu sol limitin qiyməti nəyə bərabər oldu? 3-də 1-ə. Amma sağ limiti nə aldıq biz? Sağ limiti isə 0 aldıq. Çünki burada bu ifadəyə görə aldıq. 1 böl x minus 3 özü sonsuz olaraq böyüyür deyə ümumi halda 1 bölünsün. Bir dəqiqə. Ümumi halda 1 bölək sonsuzluqdan 0 almışdıq. Amma burada isə 2-yə görə biz. Buna görə biz aldıq ki, bura 0-dır. Bu 0 qalır. Yalnız 1 böl x-a görə siz 3-də 1 cavabı ala bilirsiniz. Təbii ki, yəqin yenə bundan suallar var. Yenə də çalışıram sağ-sol limitləri tam rahat deyə bilim. Burada yalnız bir dənə funksiya var. 1 böl x funksiyası var. 1 böl x funksiyası da x0 ala bilməz. Deməli, bu limit təyin olunmayan bir limitdir. Hesablana bilinəsi bir limit deyil. 268-i də deyə bilərsiniz. Sadəcə bir funksiyada. Amma arctan gensin qiymətlər çoxluğu mənfi pi böl 2 müsbət pi böl 2 arasındadır. Ona görə də əgər x mənfi sonsuzluğa gedirsə, deməli elə bu limitin də qiyməti mənfi pi böl 2 deyə bilərsiniz. 269 nömrəli sualı 2 cür yanaşma var. Əlavə arqument əlavə edə bilərsiniz bura. Yəni hər tərəfi 2-yə bölərik və ya 2-yə vurarıq. Onda nə alınır burada? 2 vurulsun. Kosinus pi böl neçədir bu? Kosinus kök 3 böl 2 nə vaxt alır? Pi böl 3-də alır. Pi böl 6-da alır. Sinus x və üstə gələk sinus pi böl 6 kosinus x. Bu nəyin düsturudur? 2 vurulsun. Sinusların cəmi düsturudur da, hə? Sinus x plus pi böl 6. Və sinusun da qiyməti nə ilə nə arasında dəyişir? Müsbət mənfi 1 arasında dəyişir. Deməli, qiymətin biri mənfi 2 olacaq, o birisi də müsbət 2 olacaq. Sinus mənfi 1 alanda
mənfi 2 olur. Sinus müsbət 1 olanda bu ifadə müsbət 1 olur. Qiymətlər çoxluğu mənfi 2 arasında dəyişir. Və ya hansı yolumuz var idi? Digər bir yolunuzu sizə xatırladım. Digər variantınız, orta məktəbdə eləyirdiniz bu sualları. Bu qayda ilə eləyirdiniz. Baxın, qaydanız belə idi. A sinus x üstə gələk B kosinus x tipli misalların qiymətlər çoxluğu mənfi kök altda a kvadrat plus b kvadrat müsbət a kvadrat plus b kvadrat qaydasındaydı. Və sizdə a kök altı 3'dür. Kök altı 3'ün kvadratı 3 eləyər. B'nin yerində 1 dayanır, o da 1 eləyər. Kök altı 4'dən mənfi olaraq mənfi kök altı 4'dən mənfi 2, müsbət kök altı 4'dən isə müsbət kök 2 çıxacaq. Yəni yenə də qiymətlər çoxluğunuz bu qayda ilə olacaq. 270 kəsilmə nöqtəsi və onun xarakterini təyin edin deyə soruşulur. Eləyək. Biz burada tapmalıyıq birinci bu kəsilmə nöqtəsi hansıdır? Baxın, məxrəcini 0 ala bilməz. Deməli, x bərabər 0 nöqtəsi kəsilmə nöqtəsidir. Əgər 1 bölək y üstündə mənfi 1 bölü x funksiyasının x 0'a yaxınlaşanda limitini təyin eləyə bilsəydik, biz ona aradan qaldırıla bilən kəsilmə nöqtəsi deyə bilərdik, amma mən şəxsən onu bu dəqiqə təyin eləyə bilmərəm. Ona görə də baxaq görək bu birinci növdür yoxsa ikinci növ. Əgər limit var idisə birinci növ aradan qaldırıla bilən olardı, amma limit yoxdur. Ona görə sağ və solları tapaq. Bayaq ki misallarınıza uyğun olaraq y üstü mənfi 1 x bölü x funksiyasına mən sağ limit nə idi? Sağ limiti necə yazardıq? Yazırdıq limit x yaxınlaşır 0 plus. Yəni mən x-a 1-dən 0-dan böyük ədədlər verməliyəm. 0-dan böyük ədədlər verdiyimə görə deməli y üstündə mənfi qüvvət yaranır, düzdür? Çünki burada mənfi ədəd var axı. Və y üstü mənfi qüvvətləri də mən 1 bölünsün y üstündə 1 bölü x yazmaqla müsbət qüvvətlərə çevirə bilirəm. Düzdür? Məxrəcə saldıq da, yəni qaydası. Və y üstü müsbət ədədlər də deməli nə yaranır burada? 1 bölək sonsuzluq yaranır və bu 1 bölək sonsuzluğun da limiti 0'dır. Deməli, bu misalın sağ limiti 0'dır. İndi keçdik sol limitinə. Bəs yaxşı, bunun sol limiti nədir? Sol limit odur ki, biz nə etməliyik? X-a 0'dan kiçik qiymətlər verməliyik. Və mən x-a 0'dan kiçik qiymətlər verdikcə, burada mənfi ədədlər yaranır axı, düzdür? Y üstündə mənfi 1 böl, məsələn, mənfi 2 tutaq ki. Mənfində mənfiyə vuranda müsbət oldu. Yəni, y üstündə 2'də 1 oldu. Deməli, burada y-nin qüvvətləri artır və bu nə olur? Bu olur qeyri-müəyyənlik, yəni sonsuzluq. Deməli, sağ limit var, sonludur, amma sol limit qeyri-müəyyənlikdir. Onda bu hansı növ kəsilmə nöqtəsi idi? İkinci növ. Əgər həm sağ, həm də sol limitlər sonlu olsaydı, hər ikisi sonlu olsaydı. Məsələn, bayaq 266-265 nömrəli sual var idi. 2 üstündə 1 bölü x minus 3. Orada gördünüz, birini 0 aldım, birini isə 3'də 1 aldım. Sağ limit də var, sol limit də var. Hər ikisi sonludur. Bax, o misalda x bərabər 3 kəsilmə nöqtəsi birinci növ kəsilmə nöqtəsi idi. Çünki hər ikisi sonlu olardı. Orta sualda soruşulsaydı. Amma burada gördünüz, birini qeyri-müəyyənlik, sonsuzluq aldıq deyə bu ikinci növ kəsilmə nöqtəsinin xüsusiyyətini ödəyir. 271 270'dən heç nə ilə fərqlənmir, eyni şeydir. Əgər x 0 nöqtəsi kəsilmə nöqtəsidirsə və x-a müsbət ədədlər versəm, yəni 0 plus limitinə baxsaq, onda y üstündə müsbət ədədlər yaranar və y üstü müsbət ədədlər də qeyri-müəyyənlik verər. Yox, əgər mən limit x yaxınlaşır 0'a soldan sol limitə baxsam, deməli y üstündə mənfi ədədlər verəcəm. Bura mənfi 2 plus mənfi 2'də 1. Və mənfi qüvvətlərdə mən 1 bölünsün y üstündə müsbətə çevirə bilərəm. 2 üstə gələk 2'də 1 deyib, məsələn, müsbət qüvvətlərə çevirə bilirəm. Və burada da 1 bölək sonsuzluq yarandığına görə bu limit nəyə gedir? 0'a gedir. Bayaqkında sağ var idi, sağ sonluydu, sol sonlu deyildi. Çünki orada y üstü mənfi 1 bölü x funksiyası idi axı. Burada isə əksinə yarandı. Sağ var, solu. Sağı qeyri-müəyyənlikdir, solunu isə 0 tapdıq.
Amma yenə də mahiyyət nədir? Mahiyyət odur ki, biri var, biri yoxdur da. Ona görə ikinci növ kəsilmə nöqtəsi alınır burada. 272 nömrəli sual. Bu sualları necə eləyirdik? Bu sualları özünün qoşmasına vururduq. Çünki burada bir dənə funksiya var, burada başqa bir funksiya yoxdur. Öz qoşmasına həm vurursunuz, həm də bölürsünüz. N plus 1 üstə gələk kök 6 n bərabər bir-birinə vuranda n plus 1 çıx n. N'lər getdi, qaldı 1 bölünsün kök 6'da. N plus 1 kök 6'da n və 1 böl sonsuzluqda limit yenə nəyə gedir? Sıfıra gedir. 273. Bu açılmır bu y üstündə. Y üstündə nədir? K-dır, nədir? Tam görmürəm. 274'də baxım yaxşı. Aksinus funksiyası x sonsuzluğa yaxınlaşanda baxaq, bizə bu hissə lazımdır. X mənfi sonsuzluğa gedəndə qeyri-müəyyənlik böl qeyri-müəyyənlikdir də. Ona görə burada nə qalır? Əmsalları qalır. Mənfi 1, müsbət 1 alınır. Burada arcsinus mənfi 1. Arcsinus da mənfi 1 nə vaxt alır? Mənfi 1 böl 2 də alır. Yəni ona görə cavab olur mənfi 1 böl 2 deyib belə yanaşa bilərsiniz. 275. X-a 4 versəm, 1 üstə gələk 8, 3 çıxır. Amma məxrəc isə 0 yaranır. Deməli 3 böl 0 bu nədir? Heç nə, qeyri-müəyyənlik. Bu limit deyil ki, hesablanmır ki o. 276. X plus 1'dir. X soruşulursa deməli bunun verdiyi arqumentlərin hər birisindən biri çıxmalıyam da. X plus 1'ə bir dənə t desəydim, x nə olardı? T minus 1 olardı. Yəni o yanaşma ilə nə edim? Bunun arqumentlərindən biri çıxım. Yəni belə deyək də, ft olsun. Ft olacaq t çıx 1'in kvadratı, çıxaq 3 vuraq t minus 1 plus 2 bərabər. Açmadan deyə bilərəm axırında nə olacaq? Bunun axırında 1 var, bunun axırında üstəgəl 3 var, bunun axırında 2 var. Deməli sonda ən axırda üstəgəl 6 olmalıdır. Bax üstəgəl 6 ilə olan cavab düzgün cavab olmalıdır. Üstəgəl 6 deyə bir dənə variant da var da. A variantı ilə budur. İstəyirsiniz açaq, amma ki aldım da son test olaraq aldım da demək olar ki. T kvadrat çıx 2t plus 1 çıxaq 3t plus 3 plus 2. T kvadrat üstəgəl t yaranar buradan. T kvadrat üstəgəl. Bu çıxdı, toplamadı. Çıx, bu da çıxdı. Çıx 5t üstəgəl 6. Düz demişik də, düz aldıq. 277'ye baxım. Nə etmək lazımdır? Fikir verək. X plus 1 qoyacam bir dəfə yerinə. 1 minus x plus 1. 1 plus x plus 1. İşte gələk. Bir dəfə də 1 böl x qoymalısınız. 1 çıxaq. 1 böl x. 1 üstə gələk. 1 böl x. Özlərdən durmuram. Yəni ifadələri belə yazıb sadələşdirəcəksiniz. Gedişat budur. Funksiyanın qiymətlər çoxluğu. Funksiyanın qiymətlər çoxluğunu təyin eləyək. Bir neçə variantınız var. Mn tapa bilərsiniz. Bu parabolanın tənliyidir. Mn-lə tapa bilərsiniz. Nəyinsə kvadrat ifadəsini ala bilərsiniz. Baxın, bu nəyin ifadəsidir? Burada üstəgələk 2 vurulsun 2'də 1 x. Bu x-i 2 vur 2'də 1 yazdım. AB-ni görmək üçün. X kvadrat deməli mənə nə lazımdır? 2'də 1'in kvadratı lazımdır. Elə deyim. 2'də 1'in kvadratı 4'də 1 eləyir. 2'nin üstünə bir dəfə 4'də 1 gələcəm, bir dəfə də çıxacam. Çıxmanın axırda yazım, yaxşı yazım. Bərabər. Nə oldu burada? 2 tam %25 çıxılsın. X minus 2'də 1'in kvadratı. Belə bir ifadə alındı. Bu ifadənin də ən kiçik qiyməti 0 olduğuna görə onda 2 tam %25'dən nə çıxır? 1 tam onda 5 çıxır. Deməli cavab olur 0'dan 1 tam %1,5 arasında. 0'dan 1,5 arası 1,5'də 3'də 2 ilə verilib cavab. 0, 2'də 3, 0, 2'də 3 və ya dedim ki başqa bir qaydanız da var. Nə edə bilərdik? Başqa cür Mn tapardıq da. M nədir?
B bölək mənfi 2a-dır. Burada b-nizin yerində 1 də yanır. 1 bölək a özü də mənfi 1-dir. Bölək 2 vur mənfi 1, 2-də 1. M2-də 1-dirsə, bunu misalın yerində yerinə qoyanda, x-ların yerinə 2-də 1 qoyanda kökdən çıxır 1,5. Yenə həmin yoldur. Deməli, bu funksiyanın ən böyük qiyməti 1,5, ən kiçik qiyməti isə 0-dır. Hər ikisi eyni yoldur. Hansı sizə rahatda onu eləyə bilərsiniz. 279 Aksinus loqaritma x funksiyasının təyin oblasti. Aksinusun qiymətlər çoxluğu mənfi 1, müsbət 1 deyib x-i buradan tapaq. Hər tərəfdən 1 çıxaram. 1 çıxaram, mənfi 2 eləyir hər tərəfi də sonra. Vuraram mənfi 1-ə 2, 0 arası. Nəyi ala bilməz? Loqaritma mənfi ola bilməz. X deməli böyükdür 0 olacaq. Sonra nəyi ala bilməz? Bir də loqaritm x işarəsi var. Loqaritm x 0-dan böyük olması üçün loqaritma nədir? 10 əsasdan da. Onda x böyük olur 10 üstü 0-dan. Yəni x böyük olur 1-dən. Onda x böyükdür 1, kiçikdir, bərabərdir 2 olmalıdır. 1-dən böyük, 2-dən kiçik. Həm bu loqaritmaya görə x müsbət olmalıdır, həm də bu loqaritmaya görə loqaritma x müsbət olmalıdır. Yəni bunların hər birisini nəzərə alın ki, səhv eləməyəsiniz. Məsələn, bu misalı mən istəyərdim yenə də bayaq yazdığımız yollardan biri olan məşhur limitə gətirək. Y üstündə yazıram limit x sonsuzluğa yaxınlaşır. Neyniyərlər? Fx-dan 1 çıxarlar. 1 plus x kvadratından 1-i çıxarlar. Sonra neyniyərlər? Qüvvətə vurarlar. 1 bölü x-a vurarlar. Bərabərdir. Birlər getdi. X-in biri ilə də bu x getdi. Cavabda nə qaldı? Elə qaldı. Y üstündə limit heç nə x. X nəyə gedir? 0-a. Burada x 0-a gedirmiş. X 0-a. X 0 olanda heç nə x 0-da y üstü 0 olur. Y üstü 0-da nədir? 1-dir. Biraz yorğunam, ona görə sürətli deməyə çalışıram. Nəysə, anlaşılmayan bir şey olsa kommentariyalarda yazarsınız. Mən sizə onu təkrar izah edərəm. Heç bir problem yoxdur. Kəsilmə nöqtəsi onun növü. Kəsilmə nöqtəsi baxaq görək burada hansı kəsilmə nöqtəsi olacaq. Fikir verirsəz, sürəti vuruqlarını ayıra bilirsiniz. Düzdür? X çıx 1. Buradan görünür ki, kəsilmə nöqtəsi neçədir? X bərabər 1-dir. İndi bu hansı növ kəsilmə nöqtəsidir? Bunu ən yaxşı bizə limit deyə bilər. Limit fx görək nəyə bərabərdir? X 1-ə yaxınlaşanda. Bu ifadəni təzədən götürüb köçürtsəm, burada fx-in yerində x minus 1-lər görürsünüz, gedir. Qalır nə? X plus 1. Və x-a da 1 verəndə 1 plus 1, 2 oldu. Deməli, bu funksiyanın kəsilmə nöqtəsində sonlu limiti var. Əgər sonlu limiti varsa, buna nə demişik? Aradan qaldırıla bilən kəsilmə nöqtəsi demişik. 282-ni həmişə misalları yoxlayaq. 1 çıx 1, 0, 1 çıx 1, 0. 0 böl 0 yaranırsa, L'Hopital qaydası tətbiq edə bilərsiniz. Bu nə deməkdir? Sürətdən ayrı teoremi alacaqsınız, məxrəcdən ayrı teoremi alacaqsınız. Bu nisbət funksiyası deyil, ayrı-ayrı, başqa-başqa funksiyalardır. Sürət funksiyasından teorem alsaz 2x çıxılsın 1 bölək 2 kök 6x olar. Məxrəcin də teoreməsi 1 bölək 2 kök 6-da x minus 1 olar. X-a 1 verə bilərik. Kəsiri kəsirə böləndə tərsinə çevirib vurarlar. Deməli, bu vurulsun 2 kök 6 x minus 1 olmalıdır. Və x-a 0 verəndə, daha doğrusu 1 verəndə 1 çıx 1, bura 0 eləyir. Bura hər nə olursa da, deməli, yaxşı olsun da 1 qoyum da yerinə. 2 çıx 2-də 1-dir də, qalır nə qalır? 2 çıx 2-də 1 qalır da x-a 1 verəndə. 2-dən 2-də 1 çıxanda 1,5. Bura isə dedik ki 0 olur. Və cavab 0 alınır. 283-ü neyniyək? X-a 1 verə bilmirik, amma ortaq məxrəc gətirə bilərik. 1 minus x kvadrat deyirsiniz. Burada 1 minus x, 1 plus x-dir. Deməli, bura 1 plus x-a vurulacaq.
çıxılsın 2. Bu da olur x minus 1. Bölək 1 minus x kvadrat. Və yenə də vuruqlarına ayrıla bilir. X minus 1, x minus 1, x plus 1. Mənfi 1'i qabağa verdim çünki yerini dəyişdim. Bunlar getdi. Qaldı 1 bölək x plus 1. X-a da 1 veririksə 1 plus 1 2 eləyir. Qalır mənfi 2'də 1. Mənfi 2'də 1. Siz mənim sürətimi azaltmaqla qulaq asın mənə. Bilmirəm videolarda sürəti azaltmaq olur yoxsa yox. Amma mən əgər sürətli danışıramsa, siz çalışın sürətimi azaldıb qulaq asasınız ki, daha rahat. Əgər anlamadınızsa, nəysə daha yaxşı başa düşə biləsiniz. Neyniyək? Yenə də qoşmasına bıraq da. Çünki burada bir dənə misal var. Ondan başqa burada neynəmək olar ki? Kök 6x kvadrat plus 1 vurulsun kök 6x kvadrat minus 1. Bir dənə də bölünsün kök 6x kvadrat plus 1 üstə gələk kök 6x kvadrat minus 1. Sürətdə baxsaz nə olar? X kvadrat plus 1 kökləri çıxanda. Çıxılsın x kvadrat minus 1 mənfisi ilə, o da minus x kvadrat plus 1 eləyər. Və kök 6 ifadələr də hər ikisi olduğu kimi qalacaq. X kvadratlarınız getdi. Sürətdə qaldı 2 və kök 6 ifadələriniz. Və bu ifadələrdə hər birisi sonsuzluğa gedir deyə 2 böl sonsuzluq yaranır. 2 böl sonsuzluq da nədir? 0'dır. 0. 2 böl sonsuzluq 0. Məxrəc sürətli şəkildə böyüyür. Sonra bunu da məşhur limit köməyi ilə almalıyıq və onun üçün də yazırıq y üstündə limit x yaxınlaşır 0'a. Nə zaman alırıq? Qoyun mən bunu sizə deyim. Bir üstü sonsuzluq. Belə bir qeyri-müəyyənliklər alırsınız. Və ya qeyri-müəyyənlik üstü 0. Belə bir şeylə. Burada şəxsən x-a 0 vermək olmur axı. Ona görə qeyri-müəyyənlik və buradakı 0'ı verəndə sonsuzluq üstü 0 alırsınız. Görürsünüz. Bunlar da qeyri-müəyyənliklərdir və bu zaman bu limitlərdən istifadə edə bilərsiniz. Nə edirik dedik? Fx-dan 1'i çıxırıq və qüvvət funksiyasına vururuq. Yəni siz tam qüvvətdən çox hədliyə keçmiş olursunuz. Və alınır y üstü limit x sonsuzluğa gedəndə ortaq məxrəc gətirsəm x vuraq 1 minus x vurulsun x kvadrat, x-ların biri gedər, qalar y üstündə limit 1 minus x vurulsun x və x-a 0'a gedir. X 0'a gedəndə 0 vur 1 0 eləyir və y üstü 0 alınır. Y üstü 0 da nəyə bərabərdir? 1'ə bərabərdir deyib cavabınızı götürə bilərik. 286 hazır. Burada qeyri-adi bir şey yoxdur. Əmsallar qalacaq. Çünki sürət və məxrəc eyni qüvvətli çox hədlidir. 2 böl 5 0,4 eləyir. 287'də x-a 1 versək 0 böl 0 yarandığına görə həm sürətdən, həm məxrəcdən teoremi ala bilərsiniz. Teoremi alanda da qüvvət əvvələ gəlir və özündən bir dənəsi azalır. 9x 8 çıxaq 5. X-a 1 vermək olur. 8 çıx 3, 5 burada qalır. 9 çıx 5, 4 də burada qalır. 5 də 4'ə böləndə 1,25. X 0'a yaxınlaşanda 0 bölünsün 0 alındığına görə teoremi ala bilərik. Sinus 3x'in teoreməsi 3 kosinus 3x'dir. Kök 6x'in teoreməsi 1 bölək 2 kök 6 x plus 2'dir. Kök 2 isə sabit olduğuna görə teoreməsi 0'dır. X-a 0 verək. X-a 0 verdim 2 kök 6 2. X-a 0 verdim kosinus 0'da 1 alınır. Bu da olur. Kəsir kəsirə böləndə tərsinə çevirib vurarlar. Ona görə də 3 vurulsun 2 kök 6'da 2 yaranır burada. Və 6 kök 6 2 eləyir. 289 da yenə bayaqki qayda ilə gəlin yazaq. Çox yaxşı üsuldur, əslində rahat üsuldur. Limit misalımızdan neynirik? 1 çıxırıq və qüvvətə vururuq. 4x kvadratına vururuq. Vurub sadələşmə eləyə bilərsiniz. Baxın, mən buradan görürəm ki 3 çıx x kvadratlar bunlar sürətdə gedəcək. Ortaq məxrəc gətirəndə çıx 3, 1 çıx 3 mənfi 2 qalacaq.
x kvadratına da vursam, 4x kvadratına da vursam olacaq 8x kvadrat. Sürətdə aşağıda da 3 plus x kvadrat. Və burada nə qalır? Mənfi 8 böl 1. Yəni mənfi 8 y üstündə mənfi 8. Yəni bundan əslində çox misal izah elədim sizə. 290-a da baxaq. Kəsilmə nöqtəsi, onun növləri. Kəsilmə nöqtəsi, baxın, arktangens mənfi sonsuzluq, müsbət sonsuzluqda qiymətlərinə baxa bilərik. Mənfi sonsuzluqda mənfi pi böl 2 olur. Müsbət sonsuzluqda isə müsbət pi böl 2 olur. Deməli, biz x-a mənfi qiymətlər verəndə mənfi pi böl 2 sol limitdir. X-a 3-dən böyük qiymətlər verəndə pi böl 2 sağ limitdir. Sol və sağ limitlər olduğuna görə bu hansı növ kəsilmə nöqtəsi olar onda? Çox güman ki, elə birinci növ kəsilmə nöqtəsi olacaq.